Hər kəsə salam, mən Cəmilə Rızayeva. Bugün sizlərlə magistratura imtahanına hazırlaşma dönəmim haqqında danışacağam. Magistraturaya hazırlaşan hər bir tələbənin bildiyi kimi artıq ikinci mərhələyə bir ay qalıb və düşünürəm ki, bu videoda nələrsə izah eləməklə sizlərə daha çox fayda verə bilərəm və siz bu məlumatlardan istifadə edə bilərsiniz. İlk öncə onu qeyd etmək istəyirəm ki, əgər siz magistratura oxumaq qərarına gəlmisinizsə, ən vacib məsələlərdən biri doğru kurs seçimidir. Mən imtahan müddətində Edukampaniya ilə imtahana hazırlaşmışam və bu kurs seçimimdə tələbə yoldaşım mənə kömək olmuşdu. Mən imtahana bir dəfə deyil, yəni 2 dəfə hazırlaşmışam. İlk öncə keçən il 4-cü kursun sonunda qərar verdim ki, imtahanın 2-ci mərhələsinə daxil olum. Təbii ki, 2 ay müddəti, yəni çox az bir müddət olduğuna görə nəticəm məni qane eləmədi. Lakin ikinci dəfə hazırlaşma qərarına gəldikdən sonra yenidən Edukampaniyada qeydiyyatdan keçdim. Kursda isə əyani şəkildə deyil, onlayn şəkildə qeydiyyatdan keçdim. Çünki düşünürdüm, gündüzlər işləyəcəm və mənim kursa getməyə vaxtım olmayacaq. Buna görə də kursu onlayn şəkildə özüm üçün düzənlədim. Kursun müddəti haqqında sizə məlumat verəcəm, dərs keçmək metodları və mənim dərslərə hazırlaşma üsullarım haqqında geniş məlumat verəcəm. Ümid edirəm ki, izləyən hər kəs üçün faydalı olar. İmtahana hazırlaşarkən kursun vəsaitlərindən istifadə elədim və bu vəsaitlərin hər biri mənə dərs keçən müəllimlərin özlərinə aid idi. Burada informatika kitabı 2 hissədən, məntiq və ingilis dili kitabı isə 1 hissədən ibarət idi. İlk öncə informatika haqqında danışmaq istəyirəm. İnformatika kitabı qeyd etdiyim kimi 2 hissədən ibarət idi və bizə fənni Gülzar xanım tədris eləyirdi ki, o kitabın həm müəlliflərindən biri idi. Dərs müddətində biz qruplarda müəllim bizə link yollayırdı və biz bu linklər vasitəsilə dərsə qoşulurduq. Dərslər demək olar ki, Zoom proqramında aparılırdı və müəllim dərsin başlanmasına, bitməsinə, dərs müddətində tələbələrin orada iştirak edib eləməməsinə maksimum şəkildə diqqət eləyirdi və dərs bitdikdən sonra isə bizə dərsin video izahlarını atırdı. Bu video izahlar təbii ki, dərs müddətində qeydə alınırdı və bu bunun üstün cəhətlərindən biridir. Əyani şəkildə də kursa getsəniz, zaten əyani şəkildə də burada müəllim sizə izahlar ata bilər, amma onlayn şəkildə hazırlaşmağın əsas üstünlüyü biri məncə video izahların, video qeydlərin bizə atılmasıdır. Mən kitab oxumaqla yanaşı video izahlara daha çox baxırdım. Çünki düşünürdüm ki, kitab oxumaq bizi yorur. Yəni bu təbii ki, mənim özümə aiddir, şəxsimə subyektiv fikrimdir. Kitab oxumaq məni yorurdu. Düşünürdüm ki, video izahlara baxmaq mənim üçün daha faydalıdır, daha yaxşıdır. Lakin kitabın üzərində də qeydlər aparırdım. Müəllim dərsləri izah edərkən əlavə biliklərini söyləyəndə mən kitabın üzərində xüsusi qeydlər aparırdım. Bununla yanaşı testləri də kitabın üzərində işləyirdim. Bilmədiyim yerləri qeyd edirdim. Daha sonra müəllimdən soruşurdum. Yəni bu həqiqətən çox önəmli bir şeydir. Dərsi mənimsədikdən sonra test işləyərkən bilmədiyimiz yerləri qeydləməyimiz bizim üçün daha yaxşıdır. Zaten biz bildiklərimizi tətbiq edə biləcəyik. Bilmədiyimiz yerlər bizim üçün problemli olan yerlərdir. Digər fən isə ingilis dili idi. İngilis dilinə necə hazırlaşdım? İngilis dilinin yenə Edukampaniyanın vəsaitindən hazırlaşmışam imtahana və kitabın özünü videoda sizə göstərəcəm. Kitab çox həqiqətən mükəmməl şəkildə tərtib olunub. Aytən xanım mənə həm dərs deyirdi, həm də ki, kitabın öz müəllifi idi. Kitab özü bir neçə hissədən ibarətdir. İlk olaraq biz burada listeningləri görürük. Hansı ki, QR kodda onların listeningləri verilib, biz üzərində işləyirik və digər QR kodda isə onun cavabları göstərilib. Daha sonra kitabın ikinci hissəsi passage, yəni readinglərdən ibarətdir. Biz orada yazılı mətnləri işləyirik. Yazılı mətnləri işlədikdən sonra isə yenə QR kodda onların cavabları var və bunların hər birinin izahını müəllim onlayn dərsdə bizə verirdi. Arxasında hər mətnin nömrəsini yazıb orada bilmədiyimiz sözləri bizim üçün qeyd edirdi. Hissəsində isə burada kitabda esse nümunələri, essenin yazılma qaydası haqqında məlumatlar verilib. Magistraturaya hazırlaşan hər bir tələbə bilir ki, esse bizə 5 bal verir və müəllim çalışdığı qədər bizə esselər yazdırırdı. Mən dərslərə onlayn şəkildə qoşulsam da müəllimlərim deyirdi ki, sınaqlara əyani şəkildə gəlməliyəm və çalışdığım qədər bütün sınaqlara əyani şəkildə gedirdim, esse yazmağa çalışırdım. Təbii ki, ilk öncə yaza bilmirdim, sonra isə müəlliməm bizə nümunələr göstərdikcə, yazdığımız esselərdə səhvlərimizi bizə bildirdikcə və ən əsası söz öyrəndikcə artıq mən öz
ingilis yazma bacarığımı inkişaf etdirməyə başladım. Kitabın ən arxa hissəsində müəllim cədvəldə sinonimləri verib. Mən o sinonimlərdən öyrəndiyim qədər öyrənməyə çalışırdım. Təbii ki, müəllim bir sözün 6-7 sinonimini, həmçinin antonimini yazırdı. Bunların hamısını yadda saxlamaq mənim üçün çox çətin idi. İngilis dilini çox çətinliklə qavrayan birisiyəm. Buna görə də ən azı 3 sözü yadda saxlamağa çalışırdım ki, mətnləri daha rahat şəkildə işləyək. İndi isə məntiq haqqında danışmaq istəyirəm. Məntiq fənni demək olar ki, mənim ən çox sevdiyim fənn idi, ən çox işlədiyim fənn idi. Təbii ki, burada müəllimlərin videonu izləyərkən mənə əsəbləşə bilərlər, amma yenə də bunu qeyd eləməliyəm. Məntiq fənni də digər fənlər kimi dərs müddəti 1 saat yarım idi. Müəllim bizə video izahlar atırdı və biz o video izahları izlədikdən sonra testləri işləyirdi. Müəllimlərin bizim hazırlaşmağımızda böyük rolu olur. Həqiqətən düzgün müəllim seçmək məncə bizim uğurumuzun ilk addımıdır. Və onu da qeyd edeyim ki, magistratura imtahanına hazırlaşarkən hər bir fəndən müəllimlərimiz əvvəlki illərin qəbul testlərini bizə göndərirdilər, video izahlar göndərirdilər. Və həqiqətən onları işləmək çox faydalıdır. Çünki əvvəlki illərdən əsasən də informatika və məntiqdən suallar təkrar şəkildə düşə bilir. Hər 3 fənnə hazırlaşma müddəti haqqında qısa şəkildə sizə məlumat verməyə çalışdım. Təbii ki, burada ən əsas olan məsələ özümüzə inamımızdır. Lakin özümüzə inamımız bizdə arxayınlıq yaratmamalıdır. Dayanmadan, yəni oxumağa çalışmalıyıq, getdiyi yerə qədər aparmalıyıq, özümüzü motivasiya eləməliyik, motivasiyadan düşməməliyik. Siz də magistraturaya hazırlaşma dönəminiz haqqında fikirlərinizi rəylərdə bizlərlə və kütlə ilə bölüşə bilərsiniz ki, bizdən sonra gələn tələbələr üçün magistraturaya hazırlaşmağa